Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mənim sənətim bəzilərinin başına daş kimi düşüb, quyumu qazanları bundan da pis günləri gözləyir. Hər bir şeyi mənim üstümə atırlar, amma başından böyük qələt edirlər. Bu sözlər açıqlamasında tanınmış müğənni Ofeliya Şabanova deyib. Müğənni kanalları ona efir qadağısı qoymasıyla bağlı yayılan xəbərlərə də münasibət bildirib. Verilişlərdə mənə qadağa qoyulmasıyla bağlı yayılan xəbərlər yalandır. Bunu iki müğənni mənə qarşı təxribat olsun deyə yayır. Belə bir şey yoxdur. İşlərimdəki problemlə bağlı verilişlərə 10 gün ara vermişəm. Ondan sonra kanallara dəvət almışam, çıxacağam. Hətta xalq artisti ilə duetim də var. Çox böyük layihələrim var. Müğənni deyib ki, o efirlərdə ailə dəyərlərini təbliğ edir. Mənə niyə qadağa qoyulsun? Mən ailə dəyərlərindən danışıram. Ədəbdən, ərkandan danışmışam. Nə əxlaqsız, nə şərəfsiz əməllərlə gündəmdə qalmamışam. Sənətim göz qabağındadır. Bəzilər kimi əclərlə reklam olunmamışam. Mənim sənətim onların hər birinin sənətindən böyükdür. Bacarırlarsa mənimlə mikrofonla savaşsınlar, sənətlə savaşsınlar. Görək kim mənə qalib gələ biləcək. Mənim sənətim bəzilərinin başına daş kimi düşüb. Quyumu qazanları bundan da pis günləri gözləyir. Hər namazımda məni xar eləmək istəyənləri Allaha tapşırıram. Hər bir şeyi mənim üstümə atırlar, amma başından böyük qələt edirlər. Mənim dalımda Allah dayanır. Kanal rəhbərləri də görür ki, mən ancaq ailədən danışıram. Mənə niyə qadağa qoyulmalıdır?